Bu günlere bizim en büyük nailiyyətimiz o Azərbaycançılıqdır, o həmrəylikdir. O ölkədəki iqtisadiyyatında düzdür, vacib olsa da əsas məsələ bu insanların özünün bax bu ölkənin vətəndaşı olaraq hesab etməsi, o bayrağı özünün vahid bayrağı kimi, o himnin qarşısında necə deyirlər fərağat dayanması, Azərbaycan dövlətinin prezidentinin ətrafında bir yumruq kimi birləşməsi və o yumruğun təsiri olaraq hörmətli Abil müəllimin qeyd etdiyi kimi o Qarabağ əldə olundu. Yəni bu günləri cənab prezident indi 50 milyon Azərbaycanlının Azərbaycan dilində danışmasının özünün də bir alt mətni var ki, yəni ondan söhbət gedir ki, və ismarıcı var ki, o 50 milyon Azərbaycan da o işarə vurdu ki, onun təmiz Azərbaycan dili buradadır. Bu bayraq, bu himn, bu Azərbaycan dövlətinin prezidenti bütün 50 milyon Azərbaycanlının prezidentidir. Bu torpaq onların vətənidir. Bu himn onların necə deyərlər himnidir.